Nizami Kino Mərkəzində Zəfərə açılan pəncərə bədii sənətli filminin təqdimatı keçirilib. Zəfərimizin 5 illiyinə həsr olunmuş filmin müəllifi, Audiovizual Şuranın üzvü, əməkdar jurnalist Mübariz Əsgərovdur. Ümumi xronometrajı 44 dəqiqə olan film erməni separatçıları tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Dilqəm Əsgərov haqqındadır. Filmdə Şuşa həbsxanasını addım-addım gəzən Dilqəm yaşadığı istirablı anları danışır. Onun Kəlbəcərə gizli keçdiyi yollar, gecələr qaldığı yerlər, tutulduğu meşə, ata ocağı lentə köçürülüb. Ekran əsəri təkcə Dilqəm Əsgərov haqqında yox, ümumilikdə Qarabağ müharibəsinin əsir və girovları haqqındadır. Bu film bizim tariximizə aiddir, Zəfər bayramına aiddir. Burada ümumiləşdirilmiş bir şey var və yəni bizim faciəmiz və onun dalıcan zəfər. Bu Şuşa həbsxanasının sonuncu məhkumları haqqındadır. Onlar Şuşa həbsxanasının pəncərəsindən baxıb daim neçə illərdən bizim ordunu gözləyirdilər və hətta bizim ordu hücuma keçəndə top səsini də eşidirdilər. Bu dramatik anları bu filmdə mən çalışmışam canlandırım. Bəli, son vaxtlar mən əsir düşdüm, bu çox dəhşətli idi. Məni Xan kəndinə apardılar. Bir il mən Xan kəndində ac qaldım. Ac qaldım deyəndə ki, mənə bir yemək qaşığı, təxmini 2 qaşıq makaron islanmış su ilə verirdilər. Mən orada tutulanda da bu vəziyyətdəydim, ancaq oldum 57 kilo. O vaxt şəkillərim də var. Yəni çox toka verdilər məni bir neçə dəfə. Çalışırdılar ki, mən Azərbaycan, yəni hökumətimizin, millətimizin, xalqımızın əleyhinə danışım. Film Mədəniyyət Nazirliyi, Kino Agentliyi, Audiovizual Şura, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Qulp Studiyası və Referans Medikal Qrupun birgə təşkilatçılığı və dəstəyi ilə çəkilib. Zeynəb Müzəffərli, Ağalar Ağalarov, Real.